من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. السلام عليك يا رسول الله، السلام عليك يا بنت رسول الله، السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين عليهم السلام. محمد آل محمد الصلوات. اللهم صل على محمد آل محمد. Bu gece Hanım Fatıma-i Zahra salamullahi aleyhanın Peygamber kızının şəhadət gecələrinə təsadüf eləyir və son günlərini yaşayırıq. Bu neçə günlər ərzində bölgələrimizdə, paytaxtımızda Xanım Fatıma-i Zəhra salamullahi aleyhanın adına qurulan məclislər, əzadarlıq hər kəsin diqqətini cəlb etdi. Bugün də və sabahda Cümə məscidində bu tədbir, bu məclis, bu əza qurulur. Xanımların və cavan qardaşlarımızın toplaşması ilə əlaqədar olaraq İmam-ı Zamana başsağlığı veririk. Adətən ziyarətgaha gedən insanlar bilirlər və getdikləri yerin fərqindədirlər. Evdən çıxanda bilirlər ki, hansı ziyarətə gedirlər və hara gedirlər, o məsuliyyəti dərk eləyirlər, məsuliyyəti hiss eləyirlər. Bu həm xanımlara şamildir, həm də bəylərə, cavanlara, möminlərə şamildir. Xanım Fatıma-i Zəhra salamullahi aleyhanın bilirsiniz ki, məzarı gizlidir. Əgər Məşədə gedirsən, İmam Rıza əleyhissalamın ziyarətgahına, bilirsən imamın orada məzarı var, ziyarətgahı var. Həzrət İmam Hüseyin əleyhissalamın və digər məsumların ziyarətinə gedəndə o məsumların ziyarətinin olduğunu hiss eləyirsən. Amma Xanım Zəhra salamullahi aleyhanın ziyarətgahı bilinmir, yoxdur, məzarı gizlidir. Harada siz Xanım Zəhraya əzaz saxlasanız, xanımlar çox danışırlar orada. Xanımlar ya sakitçiliyə riayət eləməlidirlər, ya Xanım Zəhraya hörmət eləməlidirlər, ya özlərini hörmət eləməlidirlər, ya da Xanım Zəhraya. Salavat zikr eləyək. Allahümmə salli ala Muhammed ali Muhammed. Xanım Zəhra salamullahi aleyhanın məzarı gizli olduğuna görə biz də burada Xanım Zəhrayı yas saxlayırıq. Anası ölən ananın qədrini bilər. Atasını itirən, valideynini itirən valideynlərin qədrini bilər, ona ehtiram göstərər. Həm ölüsünə, həm dirisinə.
özümüzü nə qədər xanım Fatimə Zəhranın əzadarı kimi aparacaqsa, biz onda xanım Zəhradan hacət ala biləcəyik. Ona görə xanım Zəhra salamullah əleyhanın gizli məzarı onun etirazının əbədi abidəsidir. Səssiz fəryadıdır. Xanım Fatimə Zəhra salamullah əleyha Peyğəmbərin qızı idi, amma heç vaxt özünü üstün tutmamışdı. Həyatı boyu xanım Zəhra salamullah əleyha yaşadığı dövrdə heç kəsdən özünü artıq hesab etməmişdi, özün üstün tutmamışdı. Gənc yaşında olsa belə xanımın səbri, cəsarəti, təvazökarlığının ən ali zirvəsini yaşayırdı. Düzdür, biz xanım Fatimə Zəhra salamullah əleyha kimi yaşaya bilmərik. Biz Həzrət Əli kimi yaşaya bilmərik. Amma onların etdiklərini də unuda bilmərik. Bu sözü mən bir də təkrar edirəm. Biz xanım Fatimə Zəhra salamullah əleyha kimi yaşaya bilmərik. Həzrət Əli kimi yaşaya bilmərik. Amma onların fədakarlığını, etdiklərini də heç vaxt unutmamalıyıq. Özümüzü ona oxşatmalıyıq. Bugün gənclərimiz uğur, nüfuz, sərvət arxasındadır. Hər bir gənc, xanım və ya kişi uğur axtarır, sərvət axtarır, qazanc axtarır, dünyəvlik axtarır. Xanım Zəhra salamullah əleyha heç birinə malik deyildi. Amma onu tanımayan yoxdur. Onun evi yox idi. Onun evi mədrəsə oldu. Onun evi mədrəsə idi. Xanım Zəhranın kürsüsü yox idi. Səsi bəşəriyyəti oyatdı. Onun məzarı gizlidir, amma adı qaranlıq dövrləri işıqlandırır. Xanım Zəhra salamullah əleyhanın ailəsi Allahla birləşdirən bir körpü idi. Və bugün mən istəyirəm xanım Zəhra salamullah əleyhanın ailəsinin necə olduğunu, ər-arvad arasında olan səmimiyyətini, övladları olan isti münasibətini sizlərlə bugün bölüşdürüm. Düzdür, bəzən xətiblər çox az buna yer verirlər. Biz hər zaman xanım Zəhra salamullah əleyhadan danışanda onun yalnız kədərli hissəsini düşünürük. Xanım Zəhranın o çəkdiyi məşəqqətləri hiss eləyirik və onu da insanlara təbliğ eləyirik, amma onun ailə dəyərlərindən az danışılır. Ailənin dəyərlərindən danışmadığımız zaman, ailə dəyərlərinə yön vermədiyimiz zaman ona görə ailələrdə boşanmalar, dağılmalar, ailələrdə olan ər-arvad münasibətləri itir və mən cümə günü bu məsələyə toxunmuşam, bu böyük bir səs-küy yaxşı mənada Respublikada yaratdı. Hər kəs ondan danışdı. Yəni, bugün bizim gəncliyimizin əsas onurğası budur. Bugün cəmiyyətimizi saflaşdıran məktəb, Əhl-i Beyt məktəbindən uzaq olacaqsa, ailədə ailə dəyərləri itəcək. Yaxşı, bugün biz yığışmışıq Həzrəti Zəhra salamullah əleyhanın məqamına, məktəbinə, məzarına, gizli olan qəbrinə və onun haqqında danışırıqsa, xanım Zəhra 18 il yaşadı, amma necə yaşadı, hansı
iz buraxdı gənclərə, qızlara, oğlanlara, nə tövsiyə elədi. Bu məktəbdən bugün toxunub və təbii ki, bu məsələlərlə də hər kəs tanış olmalıdır. Xanım Zəhra dediyimiz zaman o bilirik kimin qızı idi, bilirik nübüvvətin qızı idi, imamətin anasıdır, vilayətin ömür yoldaşıdır. Bunlar haqqında biz çox danışmışıq. Əgər qadınlar, qızlarımız, xanımlar Fatimə-i Zəhra salamullah aleyhanın izzətini anlasalar, xanımın izzətini, paklığını anlasalar, ailələrin parçalanmasına yol verilməz. Ruhlar onda diriləcək, ruhlar oyanacaq. Xanım Zəhra salamullah aleyha Peyğəmbərin qızı idi, imamət anası idi. Amma İslamı yaşayan bir xanım idi. İslam ailəyə böyük dəyər verir. Xanım Zəhra salamullah aleyha ailə dəyərlərinin canlı nümunəsi idi. İslam ailəyə böyük dəyər verir. Çünki ailə cəmiyyətin təməl daşıdır. Cəmiyyətlər ailədən qaynaqlanır. Ailədən yararlanır. Ailə sağlam olacaqsa, cəmiyyət də sağlam olacaq. Bunun bariz nümunəsi Əhl-i Beytdir. Əli əleyhissalam və xanım Fatimə-i Zəhra salamullah aleyhanın həyatı maddiyata yox, mənəvi zənginliyə əsaslanan bir ailə modeli idi. Xanım Zəhra maddiyat düşünən, Həzrəti Əli maddiyat düşünən ailə deyildi və bu bizə də bir nümunə olmalıdır. Ailə qurduğumuz zaman maddiyata getməməliyik. Çox təəssüflər olsun ki, Azərbaycan gəncliyi, çünki bu mühitdə yaşadığımıza görə Azərbaycan gəncliyi deyirik. Bugün bir qapını döyüb bir qız alanda qız tərəfləri sual verir. Oğlanın diplomu var ya yoxdur, evi var ya yoxdur, maşını var ya yoxdur. Da soruşmur ki, əxlaqı var ya yoxdur. Çünki Əhl-i Beyt məktəbi mənəvi zənginliyə və mənəvi zənginliyin içində bir mənəvi körpüyə əsaslanırsa, o körpüdən keçmək üçün iman, səxavət, axirət düşüncələri varsa, o ailə iman üzərində qurulacaqsa, o ailənin təməli Həzrət Əliyə oxşayacaq. Evliliklərin əsas sütunu Allah sevgisi olmalıdır. Allah rızası olmalıdır. Həzrəti Əli əleyhissalam, xanım Fatimə-i Zəhra salamullah aleyhanın evliliklərin əsas sütunu Allah sevgisi, Allah məhəbbəti, qarşılıqlı anlayış və təvazükarlıq idi. Sən ailədə əgər bunları qura bilsən, bu səmimiyyəti, qarşılıqlı münasibəti, səmimiyyəti, təvazükarlığı, itaəti qura bilsən, o ailə möhkəm olacaq, sağlam olacaq. Cəmiyyətə gözəl övladlar bəxş eləyəcəksən. O övladlar cinayət eləməyəcək. Bunun da kökü Həzrəti Əli və Əhl-i Beyt məktəbidir, Peyğəmbər örnəyidir. Quran-ı Kərimdə Əhzab surəsinin 33-cü ayəsi Peyğəmbərin dilindən Allah vəhy eləyir, Peyğəmbər çatdır insanlara, onların evini paklıq nümunəsi olaraq bizə tanıtdırır. Heç bir Quranda bir ayə tapa bilmərsiniz ki, Allah Peyğəmbəri ünvanlasın ki, onların evi pakdır. Yalnız Əhzab surəsinin 33-cü ayəsində İnnəmā yuridullah liyuzhibə ankumur ric əhləl beyt və yutahhirakum tətira. Təthir ayəsi Peyğəmbərin ailəsinə şamildir ki, Həzrəti Əli və xanım Fatimə timsalında onların evini paklıq nümunəsi olaraq göstərir, tanıtdırır. Paklığın qapısı Həzrəti Əlidir. Təmizlik ünvanı Həzrəti Zəhra salamullah aleyhadır. Ona görə Peyğəmbər qızı Fatimə-i Zəhranı Həzrəti Əliyə
izdivac edəndə buyurdu ki, diqqət eləyin buna, xüsusən xanımlar, gənclər və bizi də canlı burada izləyirlər. Ola bilər Azərbaycan hududlarından kənarda da bizi qızlarımız, oğlanlarımız, qardaşlarımız, ailələr izləyir. Onlar da yəqin ki bir örnək götürəcəklər. Qızı Həzrəti Zəhra salamullahi aleyhaya belə buyurdu. Dedi ki, qızım, Həzrət Əliyə ev işlərində kömək elə. Evin daxili işlərini Həzrəti Zəhra görəcək, çöl işlərini isə Həzrət Əli görəcək. İndiki müasir dövrdə bu cür şərait yox idi. İndi hər şey bir düymədən asılıdır. Yenə də qızlarımız, üzr istəyirəm xanımlardan, bunu hər kəsə şamil eləmirəm. Bəzi xanımlara şamil edirəm ki, evdə bütün şərait var və bütün yaxşılıqlar, rahatçılıqlar, o komfort dediyimiz hər bir şey var. Hər şey düymələr üzərindədir. Qab yumaq üçün düymə, paltar yumaq üçün bir düymədir, basırsan, yenə də ərdən narazıdır. Rahatçılıq istəyir də, bundan artıq rahatçılıq nə istəyir, mən bəzi insanları başa düşə bilmirəm. Peyğəmbər buyurdu, qızım, evin daxil işlərinə sən Həzrət Əliyə kömək elə və Həzrət Əli də sənə kömək eləsin. Amma çöl işləri məsuliyyətli işdir, kişi işidir, ona Həzrət Əli eləməlidir. Sonra buyurdu, qızım, İ'məli binəfsik, özün üçün günahla. Bax, bu bir mesajdır 14 əsr bundan öncə. Qızım Zəhra, qulağında sırğa qalsın, sırğa saxla qulağında necə saxladığın kimi, özün özünə gün ağla ki, sabahları çətinliyə düşəndə deməyəsən, mən Peyğəmbər atam evində belə idim, indi belə oldum. Sabah mənə güvənmə, özünə güvən, qiyamət günü olanda Allah səni ilə Zəhra hesabını çəkəcək. Məsələn, bugün yenə də bizə bir nəticə və örnəkdir ki, Peyğəmbər qızı Zəhraya dediyi özün özünə günahla, xanımlarımız ər evinə gələndə valideynlər deməlidir ki, qızım, sənin o evdə çətinliyin olacaq, sənin o evdə narahatçılığın olacaq, dözməlisən, səbr etməlisən. Yoxsa birə çətinliyə düşəndə mən ata evimdə yağbal içində yaşayırdım, gəldim, düşdüm xarabazarlığa. O ailə dağılacaq. Və yaxud qızım, sən ər evinə gedirsən, qorxma, sənə bir dənə çıtmaq belə vursalar, qarşında məni görsünlər. O qız o evdə qalar, o evdə xanımlıq eləyər. Siz gənclərsiniz burada. Sual verirəm, qalarmı? Xeyr, qalmaz. Çünki özündə bir rahatçılıq, mənəvi bir huzur tapacaq, güya dırnaq arasında deyirəm. Yəni, mənə bir söz desə, gedəcək bir atam evi var. Əgər atan evindəydinsə, niyə gəlirsən bu evləri xarab edirsən? Pak evi dağıdırsan, ailələrdə böyük bir problemlər yaradırsan. Həzrəti Əli əleyhissalam və xanım Fatimə-i Zəhra salamullahi aleyha hər iki tərəf öz məsuliyyətini bilərək bir-birlərinə yük yox, dayaq olmalıdırlar, dayaq oldular. Daha biz ailə qurmuruq ki, xanımı evə gətirmirik ki, o mənə yük olsun, o mənə dayaq olmalıdır, yük yox, dayaq olmalıdır ailə bir-birlərinə. Xanım Fatimə-i Zəhra salamullahi aleyha heç vaxtı Həzrəti Əliyə qarşı üsyan eləmədi. Tarixdə elə bir mənbə, elə bir əsas fakt tapa bilmərsiniz ki, xanım Fatimə-i Zəhra Həzrət Əliyə qarşı üsyan eləsin. Bunlar hamısı o zamanda bizim qızlarımıza, oğlanlarımıza şamildir. Əli əleyhissalam xanım Fatimə-i Zəhra haqqında belə demişdi. Fatimə salamullahi aleyha heç vaxt məni incitməmişdir. Heç bir Fatimədən etiraz səsi eşitmədim.
Sonra Əleyhisselam buyurur ki, Həzrəti Zəhra ailəsi üçün bir məktəb idi. O məktəbdə hörmət var idi, səbir var idi, dua var idi, tərbiyə var idi, haqqı müdafiə eləmək var idi. Həzrəti Zəhra salamullahi aleyha tarixdə təmizlik, fədakarlıq və Allah rızası uğrunda yaşamağı öyrədirdi və özü də Peyğəmbərin örnəyini, əsaslarını götürərək gələcək nəslə bir mesaj ötürürdü ki, siz fədakar olun. Yəni, mən evdə oturum, ömür yoldaşım getsin, qazansın, gətirsin, mən yeyim, bu cür yox. Fədakarlıq olmalıdır. Hər iki tərəf çaba göstərməlidir. Və bir ailə modelini, ailə məktəbini Həzrət Əli və Fatimə Zəhra salamullahi aleyhanın timsalında bizə öyrədir. Hər kəsə bəllidir bu. Əl dəyirmanı çevirərkən bir gün Əli əleyhissalam evə gəldikdə xanım Zəhra salamullahi aleyha əl dəyirmanı ilə un üyüdürdü. Eşitmisiniz bu məşhur hədisi. Bir əli ilə uşağı qucağa alıb, digər əli ilə evi təmizləyir və həmən o uşağı Həsən və Hüseyni yerə qoyur, yenə də əl dəyirmanı ilə un üyüdür. Əli əleyhissalam bu mənzərəni görəndə kədərləndi, narahat oldu, buyurdu, Fatiməcan, niyə bu qədər əziyyət çəkirsən? Gedək Peyğəmbərin yanına, Allah Rəsulundan xahiş eləyək, Allah Rəsulu sənə, yəni bizim ailə bir xidmətçi versin. Biz xidmətçi istəyək ki, sənin əlində uşaq, iş görürsən, yemək hazırlayırsan, əl dəyirmanında un. Bunlar gəlirlər Həzrəti Rəsulullahın evinə, xanım Fatimə Zəhra salamullahi aleyha buyurur, atacan, Əli mənə belə bir söz deyir. Qızım, gözümün işığı Fatiməcan, qəlbimin parçası, ürəyimin nuru. Hey qızına bu sözləri deyir. Əli sənə nə dedi? Dedi ki, bu qədər zəhmət çəkirsən, mən narahat oluram. Peyğəmbərə deyə bir dənə xidmətçi versin. Peyğəmbər Allah Rəsulü görünə buyurur. Deyir ki, sizə xidmətçidən də daha da üstün bir şey öyrədimmi? Ki, o xidmətçi o faydalı işin qarşısında heç olsun. O xidmətçidən də daha üstün, xeyirli bir şey öyrədimmi qızım Fatimə? Bəli, ya Rasulallah. Dedi, qızım, xidmətçidən də daha xeyirlisi və üstün 34 dəfə Allahu Əkbər, 33 dəfə Elhamdülillah, 33 dəfə Sübhanallah de. O xidmətçidən daha xeyirlidir, daha da üstündür. Ola bilər bu sizə çox bəsit, sadə bir misal gəlsin. Ola bilər siz bunu hələ belə anlayasınız ki, görəsən bu sözdə nə məna var, hikmət var. Bu hədis bizə bunu anladır ki, xanım Zəhra salamullahi aleyha həyat yoldaşı və analıq məsuliyyətini heç bir formada şikayət etmirdi, yerinə yetirirdi. Allah'a zikr etməklə ruha güc verirdi. Bəzən fiziki kömək, mənəvi köməkdən qat-qat fiziki köməkdən daha da mənəvi kömək üstün olur. Həzrəti Zəhra bunu deməklə, Peyğəmbər bunu öyrətməklə, bu fiziki gücdən bir dənə mənəvi güc var. O mənəvi güc sənə Allahın zikrini xatırladacaq. Sənə Allahu Əkbəri tanıtdıracaq. Allahın ucalığını anladacaq. Sübhanallahı anladacaq. Ona görə xanım Fatimə Zəhra salamullahi aleyhanın bu gecə bizə öyrətdiyi məqamlardan da biri
ailə dəyərləridir. Və bugün biz bir mövzu olaraq, bir xutbə olaraq biz xanımdan ailə dəyərlərini öyrəndik və ailə dəyəri necə olmalıdır. Ona görə İmam Həsən, İmam Hüseyn cənnətin gülləri. Ona görə İmam Həsən və İmam Hüseyn əleyhissalam qasimun nar vəl cənnət, cənnətin yanında durub və cənnət və cəhənnəmi bölən. Xanım Fatimə-i Zəhranın, Həzrəti Əlinin, Əhl-i Beytin zikri fikri biz idik. Ümmət üçün narahat idilər. Heç vaxtı özü üçün yaşamıb. Yaşadığı bütün həyatı ümmət üçün olub. Necə Peyğəmbər ümmətim, ümmətim deyirdi. Həzrət Əli dünyasını dəyişəndə namaz dedi, əs-salah dedi. İmam Hüseyn şəhadət şərbətin içəndə Bismillah və billah ala millət Rəsulillah dedi. Ümmət üçün, millət üçün, namaz üçün, yetimlər üçün darıxırdı. Allah, Allah fil eytam, yetimlərin halı məndən sonra necə olacaq, Həzrət Əli buyururdu. Heç gör özü üçün nəsə bir fədakarlıq eləyib, yox, ümmət üçün. Bu xırda bir hədisi də mən oxuyum. Sonra qardaşımız bir-iki kəlmə roza deyir, sonra əsas hədəf də mərsiyədir, nohədir. Peyğəmbərlə Əli əleyhissalamın və xanım Fatimə-i Zəhranın üçlü görüşündə Həzrəti Əli Fatimə-i Zəhranı özünə izdivad etmək üçün Peyğəmbər qızı Fatiməyə buyurur, qızım, Mehriyyə, başlıq nə istəyirsən? Ailə dəyərlərinin əsas təməl prinsiplərindən də biri budur ki, ailənin güclənməsi üçün Mehriyyə deyil, pul deyil, vəsait deyil, mənəviyyata köklənməkdir. Qızım, Əlidən nə istəyirsən? Əlinin də heç nəyi yox idi. Yəni, zəngin deyildi. Əlinin pulu var idi, amma beytülmal verirdi. Yetimlərin qarnını doyuzdururdu. Əlidən nə istəyirsən Zəhracan? Nə qədər istəsən, haqqın var. Çünki Mehriyyədə xanımın haqqı var. Həzrəti Zəhra salamullah aleyhə buyurdu, atacan, olar mən bir xahiş eləyim, buyur qızım. Mən Əli əleyhissalamın Mehriyyə heç nə istəmirəm. Mən Əlidən istədiyim şey budur ki, qiyamət günündə o insanlar ki, bizə dünyada göz yaşı tökəcəklər, biz onlara şəfaatçı olacaq. Onlar bizim mərasimlərimizdə göz yaşları tökəcəklər, ya Zəhra deyəcəklər, qəmlənəcəklər, narahat olacaqlar. Ey ata, ya Rasulallah, mənim Mehriyyə vəzim budur ki, mən Əli əleyhissalamdan heç nə istəmirəm, amma qiyamət günündə Peyğəmbər və Həzrəti Əlinin, Fatimənin aşiqlərini bağışla. Qoy mənim Mehriyyəm bu olsun. Onlar cəhənnəm əzabı görməsinlər, onlar atəş görməsinlər. Xanım Fatimə Zəhra salamullah aleyha bizə və Peyğəmbər bizə nümunə olaraq bizə bunu öyrətdi ki, insan həyatda fədakar olar, zəhmətkeş olar, əziyyət çəkər, amma haqdan dönməz, həqiqətlərdən dönməz. İnşallah qardaşımız roza oxusun, Allahın köməkliyi ilə və sonda da dualar edəcək Allahın köməkliyi ilə. Muhammed Ali Muhammedə salavat. Allahümmə salli ala